Salam əziz izləyicilər, mən Müjgan Məmmədbağırova, Dahi Akademiyanın biologiya müəllimi. Bugün sizlərlə 16 noyabr 2025-ci il tarixində kursumuzda keçirilmiş mövzu sınaq 1-in biologiya sualları ilə tanış olacağıq. Keçək suallara. Birinci sual. Meristium toxumasının hüceyrələrinə rast gəlinir. Bilirik ki, meristium toxumanın hüceyrələri bölünmə qabiliyyətinə malik olan hüceyrələrdir. Ona görə harada bölünmə prosesi gedəcəksə, orada biz bu toxuma hüceyrələrinə rast gələcəyik. Ona görə doğru cavab Y bəndi olacaqdır. Çünki qabıq ilə oduncaq arasında, biz bilirik ki, gövdənin qabıq ilə oduncaq arasında kambiqatı yerləşir. Kambiqatının hüceyrələri isə meristium toxuma hüceyrələrini təşkil olunduğu üçün həm də gövdənin eninə böyüməsini təmin edir. Çünki kambiqatı hüceyrələri bölünərək həm oduncaq qatına doğru, həm də qabıq qatına doğru ksilema, flema borularını yaradırdı. Çiçək qrupuna görə fərqli olanı seçin. Darı süpürgə çiçək qrupudur. Çəltik süpürgə çiçək qrupu, qağdanın erkək çiçəkləri süpürgə çiçək qrupu, çovdar mürəkkəb sümbül, vələmir süpürgə çiçək qrupu. Burada fərqli olan təbii ki, çovdar bitkisi olacaq, D bəndi olacaqdır. Üçüncü sual, şəklə əsasən uyğunluğu müəyyən edin. Şəkildə bizə dən meyvə və toxumca meyvə göstərilmişdir. Meyvə yanlığı daxili qatı dəricik formasındadır. Bu ifadə toxumca meyvəyə aiddir. Çiçəklərində yumurtacıq sayı yumurtalıq sayına bərabərdir. Biz bilirik ki, yumurtalığın tərkibində yumurtacıq bir ədəd də ola bilər və yaxud da çoxlu ədəd də ola bilər. Əgər bir ədəddirsə və yumurtacıqdan da toxum əmələ gəldiyinə görə, deməli bu bitkimiz, bizim meyvəmiz bir toxumlu olacaqdır. 2. Həm toxumca meyvə, həm də meyvə bir toxumlu olduğu üçün ortaq götürəcək. Meyvəsi qurudur, hər ikisinə aiddir. Pərdə şəkili meyvə yanlığı toxum qabığı ilə bitişir. Bu dən meyvəyə aiddir. Meyvə yanlığı toxum cücərərkən açılır. Bu ifadə bir toxumlu quru meyvələrin hamısına aiddir. Dən meyvə də toxumca meyvə bir toxumlu quru meyvə olduğu üçün ortaq götürəcəyik. Bizdə olacaq X-da 4, Y-da 1 və Z-də 2, 3, 5. Ona görə C bəndi olacaq. Dördüncü sual. Torpaqdan udulmuş su molekullarının yarpaq hüceyrələrinə çatana qədər keçdiyi yolları düzgün ardıcıllıqla sıralayın deyir. Biz bilirik ki, bitkilərin torpaqdan qidalanmasını köklər vasitəsilə həyata keçirirlər. Köklərdə də sorucu sonradan əmci tellər torpaqda olan su və mineral maddələri sorurlar. Ona görə birinci 3 ilə başlayacaq. Əmci tellər vasitəsilə qəbul edilən su birinci ötürüləcəkdir kök hüceyrələrinə, daha sonra kök borucuqlarına. O yüzden zaten 3 ilə başladığımız şu A ilə Y getmişdir. 3-dən sonra 2 gəlir, B də gedir. Əlimizdə qalır. Daha doğrusu burada C bəndi olmalıdır. B və D. İndi baxaq. Kök borucuqlarından sonra daxil olacaqdır oduncaq borucuqlarına. Çünki gövdənin oduncaq qatı ilə su və mineral maddələr yuxarıya doğru hərəkət edir. Oduncaq borucuqları olacaq. Oduncaq borularından sonra gəlib daxil olacaqdır yarpaq borucuqlarına. Yarpaq borucuqlarına daxil olacaqdır yarpaq hüceyrələrinə. Ona görə doğru cavab bizdə B bəndi olacaqdır. Növbəti sualımız 5-ci sualdır. Gəlin görək 5-ci sualda bizə nə deyir? Həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanan canlıların verildiyi sıranı müəyyən edin. Keçi, ceyran, biz bilirik bunlar otla qidalanır. Yəni həm bitki, həm heyvan hər şey yeyən. Qarışıq qida ilə qidalanan canlı istəyir. İnək otla qidalanır, maral otla qidalanır, kəftar cəsəd yeyən cəsədlə qidalanır, leşlə qidalanır. Ona görə burada doğru cavab olacaqdır bizdə B bəndi, qonur, qaban və şimpanze. 6-cı sual. X hansı bitki ola bilər? Ehtiyat qida maddələri toxumun ləpə yarpaqlarında toplanır. Deməli, bu 2 ləpəli bitkidir. Bığcıqları yarpağın şəkil dəyişməsidir. Biz də bilirik ki, bığcıqları yarpağın şəkil dəyişməsi olan noxud, lərgə nümunə olaraq dərsligimizdə verilmişdir. Meyvə yanlığı 2 tacıqdan ibarətdir. Bu, paxla meyvə də ola bilər, buynuz meyvə də ola bilər. Yarpaq quruluşu cütlərək varidir. Bu da aiddir bizə noxud və lərgə. Bəli, baxaq noxud və lərgə. Meyvə yanlığı bizdə bu tacıqdan ibarət həm paxla meyvə ola bilər, həm buynuz meyvə ola bilər. Bizdə burada paxla meyvə, buynuz meyvə kimi C, D və A bəndləridir. Çiyələklə zirincə çıxırıq, avtomatik. A buynuz meyvədir, turp kökün şəkil dəyişməsidir, bu yarpağın şəkil dəyişməsidir, A bəndi gedir. Əlimizdə qalır C ilə D və D. D-də isə deyir ki, biz bilirik ki, zirinc yarpağı tikana çevrilmişdir. Yəni, yarpaqlı şəklin dəyişib tikana çevrilir. Bizdə isə bığcıq istəyir. Ona görə doğru cavab C bəndi olacaq. 7-ci sualda deyir ki, cədvələ əsasən verilmiş yarpaq sahəsindəki ağızcıqların cəmini hesablayın. Yarpağın müəyyən sahəsində xlorofili hüceyrələrin ümumi sayı 800-dür. Xlorofili əsas toxuma hüceyrələri, bilirik ki, bunlar sütunvari və süngər vardır. Bunların sayı 380-dir.
Xlorofilli örtük toxuma hüceyrələri. Örtük toxumanın içərisində isə, baxın uşaqlar, örtük toxumada vardır həm şəffaf hüceyrələr, bir də orada xlorofilə malik olan qapayıcı hüceyrələr vardır. Bizdə də xlorofilli dediyinə görə, deməli, söhbət qapayıcı hüceyrədən gedir. X bizdə olacaq 800-dən 380-i çıxsam, eləyəcəkdir 420. 420 bizdə qapayıcı hüceyrə olacaqdır. Amma tapşırıqda isə şərtdə bizə ağızcıqları istəyir. Ağızcıqları biz də bilirik ki, bir ağızcıq 2 dənə bax belə qapayıcı hüceyrədən ibarətdirsə, onda biz burada 420-ni 2-yə bölüb 210 tapacaq. Deməli, ağızcıqların cəmi 210 B bəndi. 8-ci sual. X üstə gəl göbələk bərabərdir. Mikoriza X-i müəyyən edin deyir. Uşaqlar, biz bilirik ki, mikoriza ağac kökləri ilə göbələk mitsellərinin birgə yaşayışıdır. Yəni, müştərək simbiyoz həyatıdır. Göbələk onları su və mineral maddələrlə təmin edirdi. Ağac da qarşılığında göbələk rizomaddə ilə təmin edilir. Burada doğru cavab Y bəndə olacaq. 9-cu sual doğru olmayan fikri müəyyən edin deyir. Gəlin baxaq, düzgün olmayan fikir istəyir. Mexaniki toxuma kökün möhkəmliyini təmin edir. Doğrudur. Törədici toxumanın hüceyrələri iri növəli, daim bölünən kiçik ölçülü hüceyrələrdir. Doğrudur. Ötürücü toxuma bitkini əlverişsiz təsirlərdən və zədələrdən qoruyur. Ötürücü toxuma yox, burada olmalıydı. Örtücü toxuma, yəni örtük toxuması. Bu yanlışdır. Deməli, bizdə doğru olmayan istəyir, C bəndi olacaq. Digərlərinə nəzər yetirək, örtücü toxuma daxili toxumaları su itkisindən, tozdan, mikrobdan qoruyur. Doğrudur. Parenxim toxumanın bəzi hüceyrələri özlərində ehtiyat qida maddələri toplayır. Bu da doğrudur. Çünki parenxim toxumanın axı iki forması vardır. Fotosintez edici və ehtiyat qida toplayıcı. 10-cu sual. Ağac gövdəsinin quruluş sxeminə uyğun gələn fikirləri qeyd edək. Fikirləri seçin deyir. Burada birinci hissə təbii ki, mantarı bildirir. İkinci hissə floemanı bildirir. Gəlin indi ifadələrə baxaq. Ələyə bənzər borulara rast gəlinir. Təbii ki, floemada olacaqdır. Əsasən qışlayan gövdələrdə rast gəlinir. Biz bunu mantara aid edərik. Mexaniki toxuma hüceyrələrinə rast gəlinir. Baxıram, mantarda yoxsa floema qatında rast gəlirəm buna. Təbii ki, floema qatında. Çünki floema qatında mexanikiliklərə də rast gəlir. Ələyə bənzər borularla yanaşır. Onda C-nə aid edərəm bura. Gövdənin eninə böyüməsini təmin edir. Gövdənin eninə böyüməsini təmin edən qat kambi qatıdır. Kambi qatı törədici toxumadan təşkil olunmuşdur və bura aid deyil. Çünki burada kambi qatı bizə göstərilmir. Ona görə D-ni heç yerə aid etmirəm. Y-də də deyir ki, kambi qatı hüceyrələrinin bölünməsi hesabına əmələ gəlir. Təbii ki, bu da floem olacaq. Çünki biz bilirik ki, kambi qatı özü həm oduncağa tərəf, həm də qabığa tərəf bölünərək hüceyrələr əmələ gətirir. Qabığa tərəf floema borularının hüceyrələrini yaradır. Oduncağa tərəf də ksilema borucuqlarının hüceyrələrini yaradır. 1B2ACY doğru cavab D bəndə olacaq. 11-ci sual. 2 evli bitkini seçin. 2 evli bitkilərimiz bir cinsli olurlar. Bura qardalı çətənə quzuqulağı cilin bəzi növləri gecikən aiddir. Almanı bir evlidir, bir evli iki cinslidir, qardalı bir evli bir cinslidir, xiyar bir evli bir cinslidir, əzgil də iki cinslidir. Amma burada gəlirik, cavab gecikən olacaqdır. Doğru cavab D bəndə olacaq. 12. Uyğunluq pozulmuşdur. Fotos işıq deməkdir, doğrudur. Trofi qidalanma deməkdir, doğrudur. Turgeri dolmuş şişkinlik deməkdir, doğrudur. Orqanın silah alət deməkdir, doğrudur. Riza göbələk deməkdir, yanlışdır. Mikoriza sözündəki mikros göbələk, riza kök deməkdir, kökə bənzər deməkdir. 13-cü sual. Verilmiş əlamətlərdən hansıları söyüdün yaşıl çiçəklərinə aiddir? Bilirik ki, söyüdün yaşıl çiçəkləri deyilsə, bu dişi çiçəklərdir. Söyüd bu arada iki evli bir cinslidir, xatırlayaq. Meyvə əmələ gətirə bilməz. Aiddir istəyir. Meyvə əmələ gətirə bilməz ifadəsi yanlışdır. Çünki axı bu dişi çiçəkdir. Təbii ki, dişi çiçəkdə meyvə əmələ gələcək. Daha sonra nə deyir bizə? Gəlin baxaq. İkinci olaraq nəyi soruşur? Deyir ki, çiçək yanlığına sahib deyil. Bəli, bu doğrudur. Çünki söyüd dedik həm də qeyri-tam çiçəkdir. Yəni onda kasa yarpaqlar və ləçək yoxdur. Üzərində yumurtalığa rast gəlinər. Bu doğru ifadədir. Üzərində erkəkçi sapına rast gəlinər. Bu yanlışdır. Bir cinsli çiçəkləri iki evli bitki üzərində yerləşir. Bu da doğru ifadədir. Burada doğru cavab olacaq 2, 3, 5 D bəndə. 14-cü sual. X-la işarələnmiş hissəyə uyğun gəlməyən fikri müəyyən edin. Baxaq, X-la bizdə nəyi göstərir? X-la bizdə uşaqlar burada əlavə kökü göstərir. Çünki bu hissə dipcikdir. Bilirik ki, dipcik qısalmış gövdədir, zovdur. Ondan da çıxan köklər əlavə köklərdir. Üzərindən yan kök inkişaf edə bilər. Doğrudur. Bəli, çünki yan köklər əlavə və əsas kökdən inkişaf edir. Şəkil dəyişmələrinə turp və yer kökündə rast gəlinməz.
Baxaq, əlavə kökün şəkil dəyişmələrinə turp və yer kökündə şəkil dəyişmələrinə turp və yer kökündə rast gəlinməz. Bu ifadə doğrudur. Kökümsovun üzərində rast gəlinər. Baxaq, kökümsovun üzərində rast gəlinər deyir. Bu doğrudur. Çünki kökümsov zoğun şəkil dəyişməsidir axı. Gövdə və yarpaqdan inkişaf edə bilər. Bu da doğrudur. Çünki əlavə kök gövdə və yarpaqdan inkişaf edir. Vegetativ yol ilə çoxaltılan bitkilərdə rast gəlinməz. Baxın, bu yanlış ifadədir. Niyə rast gəlinməsin ki? Vegetativ yolla çoxaltılan bitkilərdə əksinə biz deyirdik ki, əsas kökə rast gəlinməz. Toxumla çoxalanlarda əsas kökə rast gələrik. Ona görə bizdən də yanlış fikir istədiyinə görə Y bəndi olacaq. 15-ci sual. Yarpağın əmələ gəlməsində neçə toxuma qrupu iştirak edir? Uşaqlar, yarpağın əmələ gəlməsində, baxın, yarpaqda üst dəricik, alt dəricik var. O, bizdə hansı toxuma olacaq? Örtük toxuma. Yarpağın nətli hissəsi parenxim toxuması, sütunvari, süngərvari. O bizdə parenxim toxuması olacaqdır. Bir də yarpağın damarı vardır. Axı, yarpaq damarının içərisində borucuqlar və mexaniki liflər vardır. Ona görə orada həm ötürücü, həm də borucuqlara görə, mexaniki liflərə görə də mexaniki toxum olacaqdır və beləliklə yarpağın əmələ gəlməsində 4 toxuma qrupu iştirak edəcəkdir. Kökümsov soğanaq gövdə yumrusu üçün ortaq xüsusiyyət sayılır. Uşaqlar, həm kökümsov soğanaq və gövdə bilirik ki, zoğun şəkil dəyişməsidir, özü də zoğun yeraltı şəkil dəyişməsidir. Burada bizə deyir ki, ortaq xüsusiyyət. Zoğun yerüstü şəkil dəyişməsidir. Təbii ki, bu yanlışdır. Tumurcuqlara malikdir. Zoğ olduğuna görə, zoğun da üzərində tumurcuqlara rast gəldiyimizə görə götürərəm. Kök üsküyünə malikdir. Hər ikisi zoğ şəkil dəyişməsidir. Zoğ. Yəni, kök üsküyünə biz kökdə rast gələrik. Ona görə yanlışdır. Ehtiyat qida maddələrinin toplanması nəticəsində əmələ gəlirlər. Bəli, şəkil dəyişmələr ehtiyat qida maddəsi hesabına yaranırlar, toplanma hesabına yaranırlar. Birlik bitkilərdə rast gəlinirlər, deyir uşaqlar. Baxın, birlik bitkilər ömrü 1 ildir adı üstündə. Yəni, bunlarda ehtiyat qida maddə toplamağa ehtiyac yoxdur. Adətən çoxluq bitkilərdə bunlar olur. Çünki onlar bu ehtiyat qida maddələrin hesabına qışlayırlar. Yazda isə yenidən bunun hesabına cücərib yerüstü hissəni əmələ gətirirlər. Ona görə doğru cavab burada olacaq 2-4 Y bəndi. 17-ci sual. Verilmiş ifadələrdən doğru olmayanı seçin. Yəni, yanlış istəyir. Yaşlı hüceyrələrdə daha çox vakuollara rast gəlinir. Bu ifadə yanlışdır. Çünki xırda və çoxlu sayda vakuollar cavan hüceyrələr yaşlı hüceyrələrdə onlar birləşib tək bir vakuol yaradırdı. Bu da nüvəni qılafa doğru sıxışdırırdı, bilirik. Bakteriyalar əlverişli şəraitdə spor əmələ gətirirlər. Bəli, bu doğrudur. Onlar özünü qorumaq üçün spor əmələ gətirirlər. Hüceyrə divarına bütün hüceyrələrdə rast gəlinir. Bu ifadə uşaqlar yanlışdır. Bütün hüceyrələrdə yox. Çünki hüceyrə divarı xarici qılafa rast gələrək biz bitki, göbələk və bakteriyalar aləmində heyvanlarda rast gəlmərik. Çünki heyvanların xarici qılafı elastikidir, sərt deyildir və glikokaliks adlanır. Bakteriyalar nüvəsiz həyat forması adlanır. Bu doğrudur. Bütün çox hüceyrəli orqanizmlarda toxumalara rast gələrik. Bu ifadə yanlışdır. Niyə görə uşaqlar? Çünki biz bilirik axı, hüceyrələr ixtisaslaşır. Çox hüceyrəlik yaranır. Çox hüceyrələr birləşərək toxum orqanı yaradır. Amma elə çox hüceyrəli orqanizm vardır. Məsələn, bitkilərdən yosunlar, heyvanlardan bağırsaq boşluqlar və yaxud da ki, süngərlər, göbələklər. Bunlarda hüceyrələrdə ixtisaslaşma getməyib. Yəni, toxuma orqan əmələ gəlməyibdir. Ona görə burada cavab olacaq yanlışları istədiyinə görə 1, 3, 5, C bəndi. 18-ci sual. Kökdə və yarpaq damarlarında mexaniki toxumalar harada yerləşir? Həm kökdə, həm yarpaq damarlarında təbii ki, mexaniki toxumaya, yəni mexaniki liflərə rast gələrik. Mexaniki liflər boruların ətrafında yerləşir uşaqlar. Onları hər tərəfdən əhatə edərək həm onların möhkəmliyini, elastikliyini təmin edir. Həm də bitkiyə ümumiyyətlə orqanlarına möhkəmlik verir. Ona görə bizdə olacaq bunlar ötürücü toxumanın ətrafında. Baxaq. Burada doğru cavab D bəndi olacaqdır. Ötürücü toxumaların ətrafında. Baxın, deyir ötürücü toxumanın ətrafında. Ötürücü toxumada bunun nə işi var? Kök və yarpaqda bu toxumaya rast gəlinir. Niyə? Rast gəlinir. Parenxim toxumanın ətrafında, yəni əsas toxumanın ətrafında təbii ki, xeyr. Kökün bölünmə zonasında da rast gəlməli uşaqlar. Kökün bölünmə zonası törədici toxuma hüceyrələrindən təşkil olunmuşdur. 19-cu sual. Hansı uyğunlaşma əlaməti deyil? Baxaq, parazitlərin bir çoxunda yapışmağa xidmət edən sormacıların olması təbii ki, uyğunlaşmadır uşaqlar. Bunlar parazit sahibin bədənində bu cür yaşamaq üçün uyğunlaşmışdır. Bitki mənşə ilə qidalanan heyvanların bağırsaqlarının uzun olması bu bir uyğunlaşmadır. Tropik bitkilərdə tənəffüsü təmin edən tənəffüs köklərinin olması isə bu da uyğunlaşmadır. Çünki
Onlar tənəffüs etmək üçün əlavə bu tənəffüs köklərini yaradırlar. Yırtıcı heyvanlarda qidanın həzmi ilə əlaqədar bağırsaqlarının da qısalması uyğunlaşmadır. Bu cür uyğunlaşmışdır nəticə etibarilə. Amma göbələklərin hazır üzvü qida maddələrinin qidalanması bu onun heterotrof sadəcə qidalanma formasıdır. 20-ci sual. Rənglənmiş suya qoyulan budağın ən kəsini müşahidə edərkən hansı hissənin boyandığını görmək olar. Uşaqlar, təsəvvür edin ki, belə bir rəngli suyumuz vardır. Bunun içərisinə budağı kəsib qoymuşuq. İndi baxın, təbii ki, su başlayacaqdır bu budaqla yuxarıya doğru hərəkət etməyə, elə deyil. Və biz bilirik axı, su və mineral maddələr gövdədə aşağıdan yuxarıya doğru nəyin vasitəsilə hərəkət edir? Ksilema borularının vasitəsilə. Ksilema boruları da harada yerləşir? Oduncaq qatında. Ona görə cavab D bəndi olacaqdır. Yarpaqları topa düzülmüş bir bitkinin zoğunda buğum aralarının sayı 7 olarsa, bu hissədə minimum neçə qoltuq tumucuğu olar? Baxın, uşaqlar, bizə topa düzülüş deyir və buğum aralarının sayını verir. Buğum aralarının düsturu n çıxılsın 1 bərabərdir 7, n bərabərdir 8. Biz buradan tapırıq ki, 8 burada nəyimiz var? Buğumumuz var. Topa düzülüşdə də bir buğumdan minimum 3 və daha artıq yarpaq çıxdığına görə, təbii ki, bizə də minimum ifadə edir. Ona görə bir buğumdan 3-dürsə, 8 buğumdan da 8 3-ə vuracaq, alacaq 24 doğru cavab B bəndi olacaqdır. Baxaq, görək 22-ci sualda bizə nə deyir? 22-ci sualda deyir, çoxsaylı saplaqsız çiçəkləri qalınlaşmış və genişlənmiş əsas oxun üzərində yerləşir. Baxın, uşaqlar, bizim əsas oxumuzun forması necədir? Qalınlaşmışdır və genişlənmişdir. Bir baxaq, təkrar edək. Biz bilirik ki, əsas ox qalınlaşıb, silindr formalıdırsa, bu qıçadır. Qalınlaşıb, kürə formasındadırsa, dəyirmi formadadırsa, bu başçıq çiçək qrupudur. Amma qalınlaşıb, genişlənmişdirsə, bu bizə nəyə xatırlayacaq? Təbii ki, səbət çiçək qrupunu və səbətdə də çiçəklərin saplaqsız olduğunu bilirik. Baxırıq, ona görə doğru cavab olacaq səbət, o da bitki, göy çiçək aiddir. Yarpaqda olan ağızcıqların funksiyalarına aid olan fikirləri seçin. Yarpaqda olan ağızcıqlar, uşaqlar, ağızcıqları bir daha xatırlayaq. Hər bir ağızcıq 2 qapayıcı hüceyrədən ibarətdir. Qapayıcı hüceyrələr xlorofilə malik hüceyrələrdir. Bu deməkdir ki, onlar fotosintez edirlər. Su və mineral dozları damcı şəklində bitkidən xaric edir. Bəli, ağızcıqlardakı yarıqlar vasitəsilə suyu bitkilər həm buxarlandırır, həm damcı şəklində xaric edir. Bu ifadə doğrudur. Üzvü maddə hazırlayır. Baxıram ki, ağızcıqlarda olan qapayıcı hüceyrələr xlorofilə malikdir. Yəni, təbii ki, onlar fotosintez edib üzvü maddə hazırlayacaq. 2 dənə qapayıcı hüceyrədən ibarətdir. Bu da doğru ifadədir. Hüceyrələrində ehtiyat qida maddəni toplayırlar. Xeyr, bunlar əksinə üzvü maddəni əmələ gətirirlər. Ehtiyat qida maddənin toplanması parenxim toxumaya aiddir. Yosunlarda rast gəlinər deyil. Biz axı uşaqlar bilirik ki, yosunlarda toxuma və orqanlar yoxdur. Toxuma və orqan olmadığına görə təbii ki, ağızcıqlar da olmayacaqdır. Ağızcıqlar örtük toxumanın üzərində yerləşir. Deməli, bu ifadə yanlışdır. Bizə də aid olanları dediyinə görə doğru cavabımız 1, 2 və 3 olacaqdır. 24-cü sual. 28 yaşlı cökə ağacının özəkdə 19-cu qatda yerləşən illik halqası kombinin altında neçənci qatda yerləşir? Uşaqlar, bu ağacımızın 28 yaşı var. Ümumi yaşı 28-dir. Bizə özəkdən olan qatı veribdir. Özəkdən olan qatda yaşı 19-cudur. Bax, yaş 19. Özəkdən soruşanda uşaqlar neçənci yaşı soruşursa soruşsun, yəni olduğu kimi götürürük. Məsələn, 28 yaşı var, 17-ci yaş neçənci qatdadır? Özəkdən baxdıqda 17-ci, 16-cı hardadır? Yəni, özəkdən baxanda 16-cı qatda yerləşir. Amma kombinin altında soruşanda biz bunu necə edirdik? Biz deyirdik ki, ümumi yaş, verilən yaşdan, yəni ümumi yaşdan 28-dir. Soruşulan yaşı, yəni 19-u çıxıb, üstünə 1 gəlirdi. 28-dən 19-u çıxıb, üzərinə 1 daha əlavə elədikdə, burada alınacaq 10. Deməli, kombinin qatının altında bu 10-cu sıradadır. Doğru cavab burada 10 olacaq. 25-ci sual. Şəkillər sayəsində verilən fikirlərdən hansı doğrudur? Uşaqlar, bu şəkildə bizə əzələ toxuması göstərilmişdir və əzələ toxumasının bilirik ki, 3 forması vardır. Eninə zolaqlı skelet əzələsi, eninə zolaqlı ürək əzələsi və saya əzələ. Bu şəkildə bizə göstərilən saya əzələdir uşaqlar, saya əzələ. Gəl baxaq, eninə zolaqlı əzələdir, xeyr, saya əzələdir, bəli. Oyanma və ötürməni təmin edir. Uşaqlar, oyanma və ötürməni təmin edən hansı toxuma idi?
sinir toxuması idi. Qan damarlarında qanın damarlarda axmasını təmin edir. Bu da doğrudur uşaqlar. Çünki bizim damarlarımız, arteriya vena damarlarımızın divarı saya zəllərdən təşkil olunmuşdur. Onların yığılması hesabına qan damarlarda hərəkət edir. İşləməsi qeyri-iradidir. Bu da doğrudur uşaqlar. Bunun işləmə prinsipi qeyri-iradidir. Yəni bizə tabe deyil. Burada doğru cavab olacaq bizdə 2, 4 və 5. Bizdən doğrunu istəyir. 26-cı sual. Düzgün mülahizələri seçin. Gəlin mülahizələrə birlikdə baxaq. Deyir ki, kök təzyiqi temperaturdan asılı deyil. Yanlışdır. Niyə ki? Kök təzyiqi temperaturdan asılıdır. Biz bilirik ki, torpaqda temperatur soyuduqda kök təzyiqi aşağı düşür. Əksinə, temperatur qızdıqca kök təzyiqi yuxarı qalxır. Bitkilərin böyümə dövründə azotlu gübrələr gövdənin inkişafını gücləndirir. Bəli, azotlu gübrələr həm gövdənin, həm də yarpağın inkişafına yaxşı təsir edir. Kölgəli hissədə bitki hüceyrələri işıqlı hissəyə nisbətən daha tez inkişaf edirlər. Bu da doğru ifadədir uşaqlar. Kölgəli hissədə hüceyrələr daha sürətli bölünürlər. Buna səbəbdir. Bitkilərdə meyvələr yetişdikdə suya tələbat artır. Baxın uşaqlar, bizdə qeyd etmişik ki, bitkilərin böyümə dövründə suya olan tələbatları artır. Meyvələrin ancaq yetişmə dönəmində suya olan tələbatı azalır. Əksinə, soyuq su borucuqlarla daha tez yuxarı qalxır. Xeyr, bu da yanlışdır. Soyuq su deyil də illıq su borucuqlarla daha tez yuxarı qalxır. Bizdən də düzgün ifadəni istədiyinə görə, düzgün mülahizəni istədiyinə görə doğru cavab 2 və 3 olacaqdır. 27-ci sual. Uyğunluğu müəyyən edin. Gəlin baxaq. Hər şey yeyənlər. Bax, görək hansı heyvanlar hər şey yeyənlərə aiddir? Təbii ki, kirpi. Ot yeyənlər. Hansı heyvanlar ot yeyənlərə aiddir? Burada maral olacaqdır. Leş yeyənlərə nə aiddir? Leş yeyənlərə də kaftar aiddir. Baxıram, qalır burada pələng. Pələng yırtıcı heyvandır uşaqlar. Ona görə ət yeyənlərdir. Ətlə qidalanırlar. Burada isə o verilmədiyinə görə bunu götürmürəm. Keçək situasiya sualımıza. Situasiyada bizə təqdim olunan mətni oxuyaq. Deyir ki, tədqiqatçı mikroskop altında nüvəsiz 4 orqanizmin çoxalma prosesini izləyirdi. O işini 2 saata tamamladı. Nüvəsiz bir orqanizm izləyirik. Nüvəsiz orqanizmdasa təbii ki, bu bir prokaryotdur, yəni bakteriyadır. O işini, yəni bakteriya işini 2 saata tamamladı, bölündü və 2 saata bu iş bitdi. 28-ci sual. Mikroskop altında baxılan orqanizm hansı ola bilər? Təbii ki, biz dedik bu prokaryotik bakteriyadır. Chlamydomonas yosun bitkidir. İnfuzor tərlik bir hüceyrəli heyvandır. Tütün mozaika virusu virusdur. Hüceyrəsiz həyatdır. Yəni hüceyrəvi qoşula malik deyil. Taun çöpü isə bakteriyadır. Ona görə burada doğru cavab 2 olacaq. 29. İzlənilən orqanizmdə irsiyyətin maddi əsası harada yerləşir? Uşaqlar, bakteriyalarda irsiyyətin maddi əsası nə deməkdir? İrsiyyətin maddi əsası xromosom deməkdir. Xromosoma da biz təbii ki, izlədiyimiz orqanizm bakteriyadır. Bakteriyaların nüvəsi olmadığına görə bu xromosoma biz orada sərbəst halda sitoplazmada rast gələcəyik. Cavab sitoplazma olacaqdır. 30-cu sual deyir ki, tədqiqat sona çatdıqda izlənilən canlıdan, yəni bu bakteriyadan maksimum neçə hüceyrə əmələ gələ bilərdi? Birinci ifadə olaraq bunu soruşur. İkinci isə bu zaman ərzində 5-ci bölünməyə məruz qalan bakteriya məruz qalan fərdlərin cəmi ilə 3-cü bölünmə nəticəsində yaranan fərdlərin fərqi neçə olardı? Uşaqlar, bizə məsələn şərtində vermişdi axı 4 bakteriya demirdi, deyirdi ki 4 nüvəsiz orqanizm çoxaldı və işini 2 saata tamamladı. 4 deyirsə, uşaqlar, deməli başlanğıc bakteriyalarımızın sayı 4-dür və işini tamamladı 2 saat ərzində. Baxın uşaqlar, biz bunu başlanğıc bakteriyanın sayını 4 götürsək, 2 saat ərzində öz işini tamamladı desə və təbii ki 20 dəqiqədən və bölünmə şərtindən götürürük biz bunu. Bakteriyalar, uşaqlar, ilk 20 dəqiqədə 2 dəfə bölünürlər, sadə bölünmə yolu ilə çoxalırlar. Olacaqdır bakteriyanın 8, 16, 32, bu bizdə 1 saat eləyəcəkdir. 2 saat 64, 128, 256. Bu bir üsul. Digər üsulla, düsturla hesablaya bilərsiniz uşaqlar. N bərabərdir. N0 vurulsun 2 üstü N. Bizdən burada N-i istəyir. N0 başlanğıc bakteriya sayı 4-dür. 2 üstü N. N nəyə bərabər idi uşaqlar? N nəsli sayıdır bizdə burada. Yəni
verilən zaman 2 saatdır, 120 dəqiqədir. Bölürük 20 dəqiqəyə. Burada da eləyəcək 6. 2 üstə 6 eləyir bizdə 64. 4 64-də vuranda eləyəcək 256. Yəni birinci fikirdə bizdə doğru cavab olacaq 256. İkincidə deyir ki, 5-ci bölünməyə məruz qalan fərdlərin cəmi. Baxaq uşaqlar, baxın, burada göstərirəm. Bu birinci bölünmədir. Bu ikinci bölünmədir. İkinci. Bu üçüncü, bu dördüncü, bu beşinci bölünmədir. Bizə deyir ki, 5-ci bölünməyə məruz qalan fərdlərin cəmi ilə 1, 2, 3, 4, 5. 5-ci bölünməyə məruz qalan fərdimiz 64-dür. Üçüncü bölünmə nəticəsində yaranan 1, 2, 3. Üçüncü bölünmə məruz qalacaq 16 bakteriyamız. Amma üçüncü bölünmə nəticəsində yaranan deyir. Yəni 16 dənə bakteriya üçüncü bölünməyə məruz qalaraq nəticədə neçə bakteriya yaradacaq? 32. Bunu yaranan bu fərdlərin fərqini istəyir. Yəni 64-dən çıxaram 32-ni. Doğru cavab olacaq 32. Deməli, bizim ikinci ifadəmizdə də doğru cavab olacaqdır 32. Bu qədər uşaqlar. Hər kəsə uğurlar.